canım benim. Bir yaz görüm. Bir görüm. Baxın dostlar, eyni səhifə, bax eyni səhifə, fake səhifələrlə gəlibdi, 10 dənə səhifəsi ilə eyni sözü yazır. Əslində bunlar çox azdılar. Ay, siz çox azsınız, əslində 3-5 nəfərsiz, amma səhifələriniz çoxdur. Bütün səhifələrlə gəlib bura pis yazırsınız, ona görə də git yaxşı. Çuğunduru reseptini, hansı resepti? Ürək yemişi Sərvan, qaraciyərə görə. Deməli, çuğunduru, 3 baş böyük çuğunduru doğrayırsan, canım, attım. Qaqulya attım, getdi. Getdi, can Qaqu. Çox utancağam, canım mənim, ona görə güya. İndi qulaq as. Dostlar, indi qulaq asında, başa düşün. Deməli, çuğunduru, 3 dənə çuğunduru götürürsən, doğrayırsan, xırda doğrayırsınız dostlar. Ondan sonra onu bankaya qoyursunuz, balona, 3 kiloluq balona. Sonra yazırsan ora, bir də deməyəcəm ha. Ondan sonra elə bil ki, bir ovuc qara kişmiş, qara kişmiş, aşağıda tökülləri, o kişmişin qarası. Ondan sonra onu da tökürsünüz onun içine. Sonra neydi onun içine? Bir de 6 kaşık pesox. İçine tökürsünüz, doldurursunuz soyuq suyla. Yok, kaynamış suyu kaynadırsınız, soyudursunuz. Balonun içerisine tökürsünüz. Başa düşdünüz. Ondan sonra onu koyursunuz, hara koyursunuz, qaranlığa koyursunuz. 3 gün qaranlıqda qalır, hər gündə bir dəfə qarışdırırsınız, başa düşürsünüz. Ondan sonra qoyursunuz, içirsiniz onu. Hər gün ac qarnına bir dəfə stəkana tökün, için. Oldu mu? İçirsiniz. Vəssalam. Bundan da nağıl qutardı. İçirsiniz. Elə bilin ki, bir 15 gün için. Ondan sonra bir 10 gün keçsin. Ondan sonra bir də onu təkrarlayın. Yəni qaraciyəri təmizləyir. Ne reseptidir? Bu qaraciyərə görə. Çox sağ ol. Sərvan, başa düşdün? Qaraciyərə çox yaxşıdır dostlar. Kömək edir qaraciyərə. Piylənməni dil götürür qaraciyərdə. Salam, necəsiz? Qanı da artırır. Bəli, qanı da artırır. Qanı da artırır dostlar. Salam. Salam Xatirə Əliyeva, salam, necəsiz? Düz dediniz. Salam, necəsiz? Salam. Dünən dedilər bizimlə səni silinməyəcək, orada da qalacaq. Başqa səhifəm də var, onu da qoyacağım onun adını. Silinəsi səhifələr var, geçsin onlara desin, sil. Mənə yox, mənə göstəriş heç kəs verməz. Bu səhifə mənimdir, internetini mən keçirirəm, burada mən otururam, ona qalmayayım. Nərgiz deyir, qoşma deyir. Nə? O nə hərəkət? O kim deyir onu? Kirayədə qalan esi. Elə yazmaq lazımdır. Kirayədə qalan esi. Qızım deyir, qozma deyir. Nə? Qozma deyir, nə deyir? Nə yazsınız siz? Elə söz deyibsə, Allah and olsun, onu durub saçlayaram. Nərgiz xanım işlədi dostlar. Bayaq gördünüz də uşaq yazıq, o tamam başqa adamdır da. İnanırsınız. Sultan. Dedi yaxşı elədi. Cəmaat söyür. Əcəb elədi. Sonra Esxala ürəksən. Hə dedi yaxşı elədi. Onlara elə o lazımdır.
Burada ne var ki? O pis sözdür. İndi o qalmır da pis sözdür. O ağzının sözünü bilmir, axı o deyəcək. Anasının balasıdır. Ha, yaxşı eləyir. Mənim ağzımdan çox qozlar eşitmişsən sən. Vecimə də deyil deyər. Bəli. Yaxşı eləyir deyir. Əcəb eləyir deyir. Roka yaxşı eləyib deyir. Cəmaat söyüşlər söyür, nələr deyir, nə oyunlardan çıxır. Vallahi dedi, yaxşı elədi dedi, əcəb elədi dedi. Dinən nigar. Hələlərinin baxdı taleyi olur. Sizin üstünüzə çox gedirlər, bilirəm Fəridə. Qoy birinci gün olsun, qoyun birinci gün olsun. Yox valla, müəllimlik heç nə yoxdur. Quranan o zarafatla dedi, paxıl maxıl sözü. Əgər mən bilsəm o doğrudan deyir, mənə qılınc orada kimsə öyrədir, mənim üstümə salır onları, mən də başqa cür danışaram. Heç kəs öz tutduğu mövqeyindən efirdə dedim, istifadə edib cəmaatı aşağılaya bilməz, qutardı. Düz danışıram ona görə, bəli. Sultanın səssizat, nə yazır Sultan? Siz mədəni xanımsız, sizə yaraşılır. Valla verilişin nə günahı var? Valla orada işçilər yaxşıdır, işləyirlər, çalışırlar, vuruşurlar. Bəzi səbəblər var, bəzi şeylər var, pərdə arxasında siz bilmirsiniz. Onların nə günahı var? İşçilərin nə günahı var? Müəllimin nə günahı var? Salam Esmirə bacı, siz həmişə haqlı danışırsınız. Bəli. Görmürəm, o nə yazır deyin də mənə. Ya, atım da onu Sərvan, yox Sərxan. Əkbərin anası dedi, qızın xarici maşın gətirir. Yalansa, yalansa. Ay bacılar, görmürsünüzmü? Onun gözünü o sözə görə, onsuz da mən onu məhkəməyə verəcəm. O cəmaatı çox alladı, milləti çox alladı bu. Mən bir ağzım açılacaq, pis açılacaq. O haralara da gedəcək. Haralara qədər gedəcək o. O haralara gedəcək. Əkbərin anası deyir. Bilirəm, orada mən də eşitdim. Mən onu eşitdim. Onun ötəsindən bəli, o qudası yaxşı gəlirdi. Mən İlahə xanımı o qədər çox istəyirəm. Kim nə istəyirdisin. O qədər qürurlu xanımdır ki, gördünüz. Onu, o evini tanıyıram. Evinə gedərəm onu bu dəqiqə. Bax, bu dəqiqə evinə gedərəm. Siz düz danışırsınız, onların ağzının payını verin birinci gün. Heç nə vermirəm, nə ağız payı da vermirəm, nə eləmirəm. Nigarı deyir, hamı uşaqları yaxşı tanıyırlar. İlahə düzdür, bədbəxt anadır. İlahə xanım çox bədbəxt anadır. Amma mən İlahə xanıma hörmətlərim, bunu görüb, bunun içini gördüm, hörmətlərim ona sonsuzdur. Nigar bir dənədir, sağ olun. Şeytandır. O elə şeytandır. O elə şey. Vallahi inanın ki dostlar, bu az şey değil. Vallahi az şey değil bu. İlahəni çox istəyir. Siz istəyin. Düzdür. Ya bədbəxt anadır. Bədbəxt də deyil də. Yəni şanssız anadır. Amma İlahə xanım mən həqiqətən çox istəyirəm. Qürurlu xanımdır. Gördünüz? Çox qeyrətlidir, çox. Hansıdır bir qeyrətini göstər görün. Mən bilmərəm dostlar, neysə bağlayım. Arzu niyə gəlib oradan soruşacaqsan, məndən niyə soruşursan? Kirpi, içine çəkmiş kirpi. Bu xanım sözün düzünü danışır, amma mən oyun oynamıram, vallahi Allaha and olsun. Mən oyun oynayanlardan, aktrisalardan deyiləm. Necə varam, eləyəm.
O sözə görə onun anasını məhkəməyə verin. Bəli, verə də bilərəm. Şərinə, böhtanı, hələ başqa şeyə görə verə bilərəm. Sultan, ay Sultan. Bayaqdan deyirlər onu at. Çox yaxşıdır. Çox. Tutunun yanında o. Cəmaatı evinə aparan o. Kabablar çəkən o. Göstəriş görən. Hamısını qarışdıran, qaynar qazan eləyən odur. Belə. Ay dostlar, nəysə. İsmira xanım, siz verilişçiler sizə yaraşdırmıram, ora dərixanadır yazırlar. Yox, elə deməyin. Dəlilər orada çoxdur, düzdür, amma ora dəlixana deyil. Dəlilər çoxdur, düzdür. Ruhi xəstələr çoxdur orada, amma dəlixana deyil ora. Ağıllı xanadır, yəni dəlixana zat da deyil. Mən istəmirəm kimlərsə oranı aşağılasın. Heç belə ömür boyu da üzümə nə var çevirərəm, üzümü heç vaxt söyləmərəm, amma mən istəmirəm ki, cəmaatın əziyyətini, orada çox əziyyət çəkirlər, o əziyyətləri itirmək də olmaz. Yəni. Orada ən ağıllı sizi, sağ olun canım. Özünə hürmət qoyan qadın ora getməz. Niyə balam? İndi mən ora gedirəm, hörmətsizəm demək istəyirsən. Xeyr, düz danışmırsınız. Siz çox aristokratsınız. Sağ olun İlhamə xanım, təşəkkür edirəm canım. Məni siz kimi adamlar başa düşər, məni qoturlar başa düşməz. Dərdlə gəlirlər, kişi tapıb çıxırlar. Bir dənə mən tapa bilmədim, ay bacı, ay bacı. Faytonum yarı yolda qalan İsmira, ay bacı. Bir dənə mən tapa bilmədim vallahi. Mən də sizi çox istəyirəm, sağ olun canım, qara böcək, çox sağ olun. Ay dərdimə ağlayın, ay bacılar. Ay qaqulə, dərdimə ağla, ay niyə gülürsən, dərdimə ağlamaq qoyun. Kişi dərdi məni öldürdü, ay dostlar, ay dostlar. Ona görə paxıllanıram, ay dostlar, ay dostlar. Hamı gəldi tapdı, mən tapmadım, ay dostlar. İstəsən sən də taparsan, canım anonim. Hayranlarım çoxdur kız. Hayranlarım çoxdur kız. Kişi xaylağı yoxdur ki burada. Baxaq görək qızlar. Kişi xaylağı yox. Kişilər burada varsa çıxsınlar. Nələr var, nələr. Hayranlarım çoxdur, çox. Hayranlarım çoxdur. Ona görə gözləri götürmürlər. Ay cəsur. Hayranlarım çoxdur dostlar. Gedim ki bu cəmaatın ağzını kəsim. Qutarsın bu sözüm mən. Ayıbdır. Sən 20.08 sən burada nə axtarırsan? Hə? Adama deyirlər, mən izləyicilərimlə zarafat da eləyirəm, söhbət də eləyirəm. Vay vay gülü vay, mən tapmışam, sən qalmışsan ay gülü. Mənim də başım getdi bəzilərinin başı gedən kimi. Kim qaçıb? Yaxşı ki qaçıb, uçmayıb. Salam olsun hamınıza. Vüska salam, necəsən? Yaxşı olun canım mənim, yaxşı olun dostlar. Mən qeyd edirəm, bizim izləyicilər Esxalanın harada zarafat etdiyini, harada gerçəkləri söylədiyini yaxşı bilirsiniz. Xahiş edirəm, bəzi səhifələrdən gələn bəzi qoturlar var burada, bəziləri. Yəni, orada oturub, dingülü qış gibi bizə baxınca, gedin öz səhifələrinizə, gedin söyüşlərinizə baxın orada, gedin o pis-pis sözlərinizə baxın orada. Bura niyə gəlirsiniz? Gözünüz bayaq biraz kövrəldim, ona görə elə oldum canım mənim. Nəysə dostlar. Belə işlər, səhərdən hələ bir stəkan çay da içməmişəm, yemək də yeməmişəm. Buy.
Paxıllıqdandır vallah. Paxılı içmirəm. Güzgəyə baxıb təmizləyim. Hə, mən gündə güzgəyə neçə dəfə baxıram bilirsiniz. Vallahi çox göyçəyəm. Çəkəməyənlər partlasın. Vallahi geyinirəm, keçinirəm, belə gedirəm ora. Allaha and olsun. Tak 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 gedib orada otururam dostlar. Bəzi məni çəkəməyənlər, bəzi paxıllar, əsas paxıllar dostlar. Belə baxırlar. Bax. Dünən dostlar, siz qızlar, siz dediyiniz paltarı giymişdim əynimə. Gördünüz, kim qaçır? Əşi, nəyimə lazım kim qaçır? Onun adı nədir dostlar, Allah haqqı. Gedirəm, tak, məni qoş. Qoşun, bacı, nano deyir. İstək hatta nano, istək. İstəyin yoxdur canım, istəyət qoşacağım. Mən hər adamı qoşmuram. Nano. Hər verilişdə dalaşırsınız. Dalaşılmayan veriliş var. Göstərin mənə bir verilişi ki, orada qalmaqal yoxdur. Bizim verilişi yox ha. Bizim ləsəni hələ kənara qoyaq. Başqa verilişlərə baxın, görün. Orada dalaşılmayan, qalmaqal olmayan veriliş var, yoxdur. Bu saat efirlərdə, baxın, əyləncəli proqramlarda qalmaqal. Ondan sonra musiqili proqramlarda qalmaqal. Bütün proqramlarda var da. Qalmaqal olmayan veriliş var. Bizim ləsəndə də qalmaqallar var. Niyə də olmasın? Hamıya adət, onlara bədayət deyil ki. Yaxşı eləyirlər. O niyə? Şey yazmır. Axı siz ağır başlı xanımsınız, sizə yaraşdırmıram mən. Ay bala, nağaraq, neyniyək? Mən söyüşlə cavab verim. Bizdə o şey yoxdur axı. Sən şovmensən yazır. Şovmenəm. Ya xoş mənəm. Məni qoşun. Ay bacı, necə qoşum? İstək at. Hə, nano. Qoşdum, nano. Gördüm. Salam, səni çox sevirəm. Sağ ol, dostum. Hər vaxtınız xeyir Esmir xanım. Salam, necəsiz xanım? Sağ olun, çox sağ olun. Siz necəsiz? Çox sağ olun, yaxşıyam, şükür Allaha. Yaxşı olun həmişə. Mən sizi izləyirəm. Əslində sizin fikirlərin hamısıyla razıyam. Bilirsiniz niyə? Çünki biz eyni devirin adamlarıyıq. Necə görmüşük, necə götürmüşük. Biz o cür deyirik və indiki gənclər bununla razılaşmaq istəmirlər. Nəyə görə? Çünki onlar tərbiyəni başqa cür anlayır. Biz başqa cür görmüşük, başqa cür anlayırıq. Baxın, mən bu axırıncı verilişdə gördünüz, Talih bəy sizin üstünüzə qalxdı. Yoxsa səhv verə bilməmsə, keçən dəfəki verilişdə. Özü deyir ki, oğlan hələ nişan yox, evlilik yox, əlində bir üzüyün yox. Sən nə ixtiyarla gedib qızgildə qalırsan və yaxud da qızla görüşürsən. Hətta klip çəkdirirsiniz, nə bilim, yəni bu canlıya çıxırsınız da bir yerdə. Siz deyəndən sonra ki, əl-ələ tutublar, deyir, tutur da sevgilisidir. Bəs 5 dəqiqə bundan, orada deyən olmadı ki, ay Talih bəy, 5 dəqiqə bundan qabaq sən özün dedin ki, barmağında üzüyün yox, nişanlı deyilsən. Sən bu qızın yanında niyə görüntüləmizdin? Alınmadı. O qədər siz demişkən, oradan o görüşə gəlib oradan ayrı çıxanlar olub ki. Zaten görürsünüz, hamısının adına dünya qədər söz çıxır. Hamısında qız uşaqları, qadın. Mən başa düşmürəm. Bunu o əslində birinci, o qızı o oğlan həqiqətən istəyirsə, sevirsə, heç o gerək o qızın adına... Yox, qadın çevirəm mən.
Hə, adını çəkmirəm. Yəni orada gedən söhbəti mən sizin söhbətinizi demirəm ha. Orada gedən ümumi söhbətdən mən danışıram. Yəni sizin haqlı olduğunuz yerləri vurğulamaq istəyirəm. Bəli. Yəni ki, əgər bu oğlan bu qızı istəyirsə, heç o çalışmamalıdır ki, o qızın adına söz gəlsin. Çünki sabah ola bilər alınmadı. Qismətdir də bu, alınmadı. Bəlkə heç ay oğlan sən özün onu istəmədin, attın. Nəyə görə bəlkə bu qıza başqası talip çıxar, başqası bunu istəyər. O da deyəcək gördün ATV-dən oyundan çıxırdı oğlanın Xanım, bax bir dənə söz deyim. Bir dəqiqə xanım, bir dəqiqə salam arzu edin. Mən sizə bir dənə söz soruşmaq istəyirəm. Buyurun. Salam bibi. Burada haqlı tərəf mənəm yoxsa deyiləm? Bir izin. Siz. Milyon dəfə sənsən haqlı. Siz bəli. Baxın dostlar, burada haqlı tərəf Eşxala, Eşvər xanımdır, Eşxaladır, Eşinənədir, hər nə deyirsinizsə. 400 Mən nəfərin əmin yerinə olar. Esi xaladır, milyon nəfərin yerinə Esi Sizsiz, xaladır. amma bilirsiniz necə? Buna hər kəs öz prizmasından baxır. İndiki nəsil öz prizmasından baxır. Amma Amma nəsli qoydum, yox. Əslində Xanım, necə? mən sizdən bax sual verirəm. İndiki nəsli qoydum qırağa. Çəkdik. İndiki nəsil, bizim nəsillərdən, hətta bizdən böyük nə adını çəkməyin. Bizdən Bəli, böyük bəli. nəsillər əgər burada əyləşiblərsə. Necəsi sağ olsun. bəli. Günəş gəl, salam, necəsən ha Günəş istəyər. Mən onu da qınadım. Çox qınadım. Salam, bitdi. Mənə Anam, sən düz danışırsan, ana. Hətta Esmira xanım, hətta mən heç gözləmirdim o fikri ondan. Mən gözləmirdim. Şokdaydım Allah'ın olsun ki, yəni inanmadım da. Mən yəni o qədər hörmətim var. İndi hörmətim var. Bir kəlməyə görə heç kəsin gözündən düşmür. Amma mən Düz başqa ana. yerə yazdım onu. Mən onu elə bilirəm ki, o onun fikri deyildi. Mən elə Buruq yazır bu pravı. Spasibo canım mənim. Конечно, ana prava, конечно. Bibi, Esi xala, mən bu günləri indi durmuşam da yuxudan. Dünən axşam mənə zəng gəldi ki, gəl Kürdəxanıya məclisə. Hamı səni salamlayır Kürdəxanadan, Bibican. Esi xala, Esi bibi. Məni Hə, sənə böyük Ya, sağ hamı olsun. Kürdəxanadan sənə salamlar var. Mənə dünənləri telefonlarım dayanmadı. Dedi Esi xalaya bu sözümü çatdır ki, Esi xala Kürdəxananın boynundakı mirvarı var ha. Onun qızılındandır, yaqutundandır, ətri də ki sumuzər ətridir. Nə deyib efirdə düz deyir, biz əhsən deyirik. Çünki o namusu ilə, qırriyyəti ilə, analığı ilə, hikməti ilə tanınan biridir. Heç Sağ ol mama, Allah'a emanet. Ağlamayın. Niye ağlayırsınız ki? Əksinə siz sevinin ki, demək olar ki, elə bir 60-65% sizin tərəfinizdədir. Siz nə ağlayırsınız? Mən yenə deyirəm, hər kəs öz prizm. Baxın Esmira xanım, hər kəs bu məsələyə öz tərbiyəsi ilə baxır. Mən belə deyim. Öz tərbiyəsi ilə baxır, bəli. Əslində günah o oğlanda deyil. Əslində günah qızın valideynindədir. ondan danışma xanım. İstəmirəm mən. Mən Adını da nifrət çəkmirəm. edirəm Görün onlara. adını da çəkmirəm. Mən elə anaya da, elə uşaqlara da nifrət edirəm. Bəli. Niyə? Mənim uşaqlarım xanım, mənim qızım 12 ilin gəlini olub, mən əri yaxşı vaxtı sevən vaxtları olub, nişanlı vaxtları olub. Olur da qismət heç kəs bilmirsə o başına nə gələcək. Amma bizim deməyimiz Mən oldu ki, onu- yəni. Bizim deməyimiz oldu ki, hələ o Rədd olsunlar. hələ heç nə nişan yox, nə toy, ay balam, bəlkə heç alınmadı sabah. Bəlkə sən sabah bəyənmədin, bəlkə o səni bəyənmədi. Nətər deyim, öz təmiz adınla ayrıldı ha, bu adamdan. Ne deyir sabah bəlkə bir yaxşı oğlan çıxdı, dedi ki bu qızı istəyirəm, biri deyəcək, görmədin, o əl-ələ tutub nə oyundan çıxırdı. Yəni bizim dediyimiz oldu ki, bütün bunlar danışılmasın deyə, sən öz adını qoru. Biz yəni istəyir o qıza, istəyir başqa bir qıza. Ümumiyyətlə mənim fikrim Yox. bütün qızlara belə. Yox, Bütün qızlara. sən yaşlı başlı qadın ayıb deyilmi? 3 ildir sən mən oradayım, tanıyırsan. Sən mənim ailəmi tanı. O birisi Talib bəy tanımır. O hələ bizi tanımır. Heç kəs orada tanımır. Heç köhnələrin heç bunların hansı nətər problemlərini bilmir orada olanlar. Onu siz İki adamsınız, siz 3 ildir bizi tanıyırsınız, sən bizi görkümlərin ayağına verirsən, özdə mən düz danışa, məni o yandırır. Evet. Düz Esra deyə xanım, siz Sən indi haqlısınız. xanım, heç ananın yeriydi ki orada, bax biz izləyici kimi, bizimlə sənin adını dəyiş, ora kiraya qalır,
Baxın, Esmer xanım, baxın görün nə deyirəm. Baxın görün nə deyirəm. Əslində yox, qulaq asın görün nə deyirəm. Heç kəs bilmir ki, sabah Allah onun üçün nə hazırlayıbdı. Görün nə deyirəm. Əslində mən onu Kübra xanımdan təhqir kimi qəbul eləmirəm. Niyə? O bilirsiniz necə demək istədi? Bəlkə də o söz onun ağzından çıxdı. Xeyr, xanım, bura bax, düşünürəm sizi. Onun ayrı söz ağızdan çıxdı mı? Başa düşdünüz? Deyirəm, bəlkə əsəbindən elə Bir dəqiqə. Yaxşı, onu smariklər qoyun. Dostlar, smariklər siz qoyun. Agresiya olmaz. Ağlamayın, bəli. Smariklər qoyun. Yox. Yaxşı, bu vergi söhbəti nədir? Siz vergi ödəyəcəksiniz. Soruşuram. İnternetə 25 manat pul verirsiniz. Bu nə sözü idi? Mən onu valla bilmirəm. Mən deyirəm bəlkə onlar bilirlər, bəlkə qanunla bu belədir. Mən bilmirəm, yalan deyə bilmirəm. Ay xanım, siz amma yəni hər an öz səhifəsi var, nə vergi ödəmlər. O. Camaat acından ölür, camaat susundan ölür, camaat nətə deyim, bir tikə çörəyi zorla tapır. Camaat internetin pulunu keçirir, gəlir qoşulur, Esmiraya baxır, Əhmədə baxır, Məmmədə baxır. Yox, ben düzümlə sən yazanda vergi gəlir ki ora, o nəyə görə elə vergi gəlir, yalandan, özünü göstərir. Yaxşı göstərmək istəyir özünü. Sənin nə işin var, mən kirədə qalıram. Kim kiraya qalır? Əhalinin bu saat 60% kirayələrdədirlər. Kirə pulu ben verə özüm 13 il bilmirlər, qalmışam, Esmir xanım. sən. Ben özüm 13 il kiraya qalmışam, 13 il. Körpə uşaqla. Nə olar kira? Hamı elə evli olmur ki. Bəlkə də kiraya qalan axır elə əvvəli Allah adamı axırdan yarır. Sizin qəlbinizi qıran Allah cavabını verəcək. Ağlamayın. Elə, amma mən sizə bir söz deyim. Bax, mən sizə bir söz deyim. Esmir xanım. Ağlamayın. Görün nə deyirəm Esmir xanım. Çok Siz işime orada... güzeldi, çok kırıldı. Birinci gün olsun. Ben bilirim hardayım. Yok yok lazım değil. Görün ben size ne deyirəm. Lazım. Siz öz xanımlığınızı, öz Lazım değil. Ne ekspert. Sen özün alınmışsın ki siz özün cemaate siz sen ekspertsen gelip orada oturmuşsan sen hele bilmirsen ben ona ne şeyle gelmişim. Taleyi değilim. Tam kiraya var. Ona dediler ki 70 var, 75 var tam kiraya olsun ki. Kiraya o kiraya kalmak ayıp şey değil. Belli ki. Kime bakımlık edeyim? Neye bakımlık edeyim? Hansı yaxşı günlərdə bakımlık edeyim? Bakın görün nə deyirəm. Esmir xanım mənə qulaq asın. Bax sakitləşin biraz. Özünüzü ələ alın. Görün heç kimə görə səhhətinizi pozmağına dəymez. Gör dəymir. Çünki onlar buna dəymir. Söz deyim sizə. Heç nə olmaz. Narahat olmayın. Görün nə deyirəm. Esmir xanım ən gözəli, ən gözəli. Kiraya qalırsan. Ev yok. Dedi de değmeyin. Şey olmasın. Görün ne deyirəm. En güzeli siz orada elə qaçsalar belə qarışmayın. Siz axırı gözləyin. Axırıda sözünüzü deyirsiniz. Axırını görəcəyik. Çünki mən görürəm artıq. Mən axırını görürəm. Yəni bu qıraqdan baxan hər kəs görür. Ay xanım dayanın. 3 il qabaq boynuma koydu, evdardan ana statusunu koydu. Birincisi o koymuştu onu. Koymuş ama bak. Bakın ben... Görünüzün hamı sizi dəstəkləyir ki siz dağıtmamışsınız. Gözü artıq hamı bilir. Hamı bilir ki siz eləməmişsiniz. Sana istəyət ki benim uşağımın 12 ildə zülüm çəkən mən balama ay dostlar. Heç kim istəməz. Bəli, heç kəs istəməz. Əlbəttə ki heç bir ana istəməz ki Uşağım orada qalır, beni burada qalır. Əziyyət çəkib uşaq böyütmür ki bədbəxt. Əziyyət çəkib 12 il əziyyətini mən çəkdim, qızım çəkti, o biri nənəsi çəkti. Benim babalarım ahlar kaldı. Baksın ne gittiniz tek tekine oynayın. Hansı ki o kardeş başı birbirinden ayrı durmurlar. Ay senin nefelerin beni olsun. Benim başıma gelen sen başa gelsin. Hayat var. Narahat olmuyor. Zaman gelecek. O uşaq gelip öz Tutmadım başını kiraya. yanına Ben ev meclimi sattım gittim. Burada gelip oturacağım evsiz. Burada oldum. Esmir xanım, hiçbir kardeş, bakın hiçbir kardeş bası. Ay senin Allah belanı versin. Sen hiç utanmadın mı? Sen hiç liyakatsiz. Sen hiç utanmadın mı o sözüne ki kiraya? Ağzını birinci gün olsun, birinci gün. Ben bilirim hardayım. Yok, narahat olmuyor. Öyle şeylere. Bu kadar insanları aşağılamak. Ekspersiz gelip sallayın buradan. Ayaklarınızı sallayın, oturun buradan. Bəsdir də. Yorulduk da, bəsdir də. Esmir xanım, dövlət işçiləri buradan gedir başqa dövlətə, kiraya qalırlar. Bu demək ki, ayıbdır, onu demək ki. Kirayədə tək kasıblar qalmır ki. İmkanlar da qalanlar var. Türkiye'de heç kəsin özün, nətər deyim, özel evi yoxdur. Ritq insanlardır. 25 il, 30 il qalır. Benim bugüne koyanları Allah belasını versin.
Ben o neve için, o neveye o kadar nifretim var ki, o neveye o kadar nifretim var ki O benim. uşaqdır, qanmır, uşaqdır. Ne Böyüyecek, o neveye gelecek. o kadar nifretim var ki benim. O benim yanımda bizim anasını benim yok ben cehennem olsun geçin. Anasının yanında olsaydı ben kendine efire çıkardım. Ne bile insanların diline düşerdi. Ben size daha. O birisi belirli kızın niye boşanıp bilmiyorum ben ona niye gelmişim. Sen ne ekspektsen, sen bilmirsen ki hele senin kahramanın oturup rey verdiğin insanın derdi nedir, seri nedir? Niye orada oturmuşsan? Niye oturtturuplar onu? Esmira xanım, ona görə də getməyin. Bir belə əsəb niyə yığırsınız ki özünüzə? Getməyin. Getməyin. Dəniz həkimə gedir, qoymamı çağırırlar gedirəm. Ben oraya... Çağırır deyir, mənim səhətimə ziyandır, gəlmirəm. Səhətimə ziyandır, qardaş. Dəniz həkimə gedir, maması aparıb getirsin. Yok, durduğum yerde hiç Hənanın yeriydi. Abacı, hiç Hənanın yeriydi ki. Desin ki, bizim nəsəni çıxart ora, ne bileyim, şey koy ora. Bizim nəsən gündelik işlenen sözdü. Tut ki hiç o yoktu, ben koymuşam ora bizim nəsən. Ona göre sen ne məhkəməyə verebilmezsin. Ne bir şey eləyə düzdür ya yok. Əlbəttə Ayıp ki, değil var mi? məndə. Əcəb değil mi? Yaşından başından niye utanmadın sen? Sen ben yaşlılara hürmet koyan adamım. Bugün vuruştuğum, mücadele ettiğim odur ki beri böyüye cevap kaytarılmaz. Beri böyünün yanında ne bileyim pis hareketler elemeyi olmaz. Evet. Anam böyle öğretti. Neslimiz böyle, bizim büyüklerimiz böyle öğretti. Pis söz deyirəm. Sen Yok, niye demirsən ki senin ne marağın var ki sen orada evlendirmek istiyorsan kimse? Bəli, bəli. Ben ekspert deyirəm ha. Senin yəqin ki bir marağın var ki, bana marağım var. Ben onlara göre demirəm. Ben onların evliliğine, yani ki mənə maraqlı değil. Ama sen geçe qadınsan, gelirsən birinin elinden orada tutup gönderirsən. Birine belə deyirsən, birine o biz görürük ki, bunların hamısını ben orada görürəm. Başa çürsüz gözümüz var da görürük biz orada. Sen benden ne işin var? Sen kira yaz ki deyir ona kiraya kalan Esmira. Yaz ki ona kira. O Nergiz nece işe gidipti. İşten sen geledi bana Nergiz işten gelir yorgun gelir. Bakmır da ancak namazını kılır, bitke çöreğini yiyir yatır. İsteyir o evde 3 ev var, 2 ev var buradan oraya. Ya orada ya burada mesela için başa çürsüz. O işe gidip işte ona deyiblər səhərin saat 7'sinde 6'sında hava ağarmamış yolda olur. Ona iş yerinde deyiblər ki Nergiz dünənlərin mamanın üstüne düşüblər orada da. Hər falan kəs o arvad belə sözlər deyib mamaya da. Bir de gördüm səhər o mən yuxudan durmuşdu. Ben həmişə tez dururam da dəniz dərsəzada getmir Nigar da ikincisi bende diye yatmış. Dermançım yatmıştım. Ay bacı durmuşam. Nergiz ne olub ay Nergiz görüyorum yazık uşaq o icab taxır üstünden de papağı taxıb soyuqda. Çöle çıxıb iş yerindən çöle çıxıb. Orada əsə mama qurban olun mama ne olub ay mama. Dünən sən o ne deyib? Deyirəm heç nə deməyib zat birinci elə dedi necə heç nə deməyib də mən bilirəm axı mənə deyirlər axı. Ne kadar gizlədim mən uşaqlardan bunların dediklərini. Ne kadar gizlədim. Deyiblər ona ki, bəs mamanın üstünə düşüb belə deyib, belə deyib, başa düşdü. Uşaq elə pis olmuşdu, uşaq elə başa düşmürlər ki, bizim oradan kənarda mənim, onun, o birisi sosial bizim yaşantımız var. Siz xələl gətirirsiniz belə abırsız sözlərinizlə cəmaata. Ay bacı, o oturup, o talih oturup ekspertsən, sən gəlmisən, 3-4 ayda oradasan, düzdür. Sen hele bilirsən ki, mən Esmira xanım buna hansı dərdlə gəlmişsin, hansı problemlə gəlmişsin. Deyir ki, kızım boşanıb, nə boşanıb gözümüzə çəkirsən sən, ha? Sən bil ki, niyə boşanıb? Esmira xanım, indi boşanmayan var. İndi modda hamı boşanır. İndi modda artıq. Əvvəl toylara gedib sevmişsin. Kiraya deyir, qalıram yaz. Birinci gün nazirlikdə olacağım. Utandık. Esmira xanım, gör nə deyir. 65 yaşdan o yana bacı. 65 yaşdan o yana pensiya yaşıdır, düzdür. Özünü idarə eləyə bilməyən adam, ağlı gedib gələn adam mənə nə ekspertlik eləyəcək? Soruşuram da sizdə. Mənə gah belədir, gah belə, gah belə. Çöldə mənə salam verir ki, necəsən esi deyir, içəri girmişəm, başlayıb mənə daşqalaq eləməyə. Niyə? Çöldə də bu salamı vermədə mənə. Necəsən esi demədə mənə. Ne bileyim valla ne ağla kulluk eləyirlər bilmirsən, düzdür.
Amma ən gözəli bax özünüzə belə ziyan eləyirsiniz Esmira xanım. Özünüzə eləyirsiniz. Heç kimə yox. Ben bilirəm, onlar orada pul kazanırlar. Əsəbi Onlar orada sözlər, pul kazanır, qalmaqal eləyir. O arvad orada pul kazanacaq. Mən burada həm burada milletin gözündən salmaq istəyəcək məni. Həm təhqir olunacağım, həm də tənqid olunacağım. Gəlib oturacağım, kimsə məni söyləyəcək burada. Niyə? Düzdür. Baxın indi orada yazıb ki biri, yazıb ki vay vay vay. Boşanmayana deyir, moddur. Onu görün, sözdən anlamayan insanlar var. Başa düşmür ki mən onu nəyə görə deyirəm moddur. Yəni ki adi baxırlar boşanmağa. Yəni indi o Mingəçevir xanımı bilmən də bütün insanlar necə gücləniblər, necə əsəbləniblər. İnanırsınız. Orada deyir müəllim onun zarafatla Zahir müəllim deyir ki Esmira paxıldı, əl qaldırsın. Zarafatla deyir. Mən inana bilmərəm ki, Zahir müəllim yaxşı bilir ki, Esmira nə demək istəyir. O çox gözəl bilir. Elə olmağına baxmayın. Zahir müəllim o qədər orada oturan insanların pisliklərini gizlədib, üzə vurmayıb, aşağılamaq istəməyib. O qədər. Zahir müəllimi canlıyım. O elə şeyləri var ki, yəni şeydir də, yaxşı şeyləri var. Başa düşürsünüz. O qədər ora zənglər gəlib kimlərsə haqqında bilib, dibinə qədər bilib ki, bu adam budur. Heç vaxt onun ağzından çıxıb orada çox şeyləri açıqlamır. Demir, istəmir ki, bizim xanımları pis desinlər, odur budur. Ondan nə işim var? Bunu deyirəm. Dünən o mənə niyə birdən-birə deyir ki, boşanıb. Mən söz deyirəm burada, yuyulmamış çömçə kimi sol tərəf. Mafiyadılar bunlar. Bu ekspertlər, mafiyadır hamısı. Çölə çıxırlar, fıç. Yaxşı, ay xanım, sən məndən, ay bacım, mənlə çöldə salamlaşıb, Esi necəsən, görüşür, öpüşür məndən. Bu verilişə girmişəm, içəri girmişik, başlayıb mənə ki, sən mənə çöldə də deyə bilərsən, silmirəm. Bizimlə sən sözü bütün hər yerdə işlənibdir. Sən özdə çox sevin ki, mən onu orada yazmışam. Sizin iştirakçıların hansı bir tərbiyəsizliyimi mən görmüşsünüz. Uşaqlarımın orada görmüşsünüz. Hamı deyir ki, maşallah, bərəkallah onlara. Sən də elə fəxr elə ki, ay xanım, mən ona o adı qoymuşam. Yəni, mənə deyir ki, şeydir, nədir onlar deyir ki, kiraya qalıram yaz. Kiraya qalmaq ayıb deyil ki, nə olsun? Kiraya qalmaq ayıbdır. Sən kiraya qalmamışsınız, siz kiraya qalmamışsınız. Mən özümdən hamısı. Baxın, Kübra xanım öz dəfələrlə vurğulayıb ki, Gəncədən gəlirdik, tələbə idik. Biz burada kirayələrdə qalırdıq. Bütün aktyorlar, aktrisalar, müəllimlər rayonuna gəlir. Burada nə var ki, hamı qalıb da. Hamımız qalmışıq da. Ev olmaq üçün gələk bir çətinlikdən keçəsən də. Mən o nəvəmə o qədər nifrət eləyirəm. O nəvəyə o qədər nifrət eləyirəm ki, mən ona görə gəldim oralara çıxdım. Ağlamayın, bax, mən görürəm. Mən yeri kələdə bəyənmirəm. O adamları ki, bəyənmirəm mənə söz deyirlər. Başa düşdünüz? Mən tamam ayrı təbiətdəki adamam. Ayrı fasonlu adamam mən. Yəni Kübra xanımdan gözləmirdim. Mən görmüşəm, ay qardaş, ay bacı, ekspert adıyla gəlib siz cəmaatın başında oturmalısınız. Xeyr ola, sən pul qazanıb oradan gedirsən, düzdür ya yox. Sən məni təhqir edirsən, məni insanlar yanında baş aşağı edirsən axı. Esmir xanım, baxın, yenə deyirəm, özünüzə çox ziyan eləyirsiniz. Yəni sonra da gecə olacaq, ən gözəli getməyin. Biz sizi sevirik, burada söhbət eləyirik, yazışırıq. Nəyiniz var, gedib bir elə əsəb stresi niyə yığırsınız gözünüzə? Siz hələ evlatlarınıza lazımsınız, nəvələrinizə, qızlarınıza lazımsınız. Allah uzaq olsun, bu dəqiqədə adama nə gəlir, əsəbdən gəlir. Bu dəqiqə yaşayış belə çətindir, hər şey belə çətindir, qazanmaq çətin, yaşamaq çətin. Niyə gedib kiminsə sözün əsəbini götürürsünüz? Sizə lazımdır bu. Görürsünüz, Mehriban xanım dedi ki, əsəblərim tab gətirmir, Zaur. Ona görə istəmirəm gəlmək. Çox qəşəng şəkildə də ayrıldı. Siz ayrılın, getməyin ora, getməyin. Getməyin. O qədər lənət eləyirəm özümə. O Mehriban kəşke orada olardı. Şamil mənim, mən gerek bir xanım qadın deyirdi. Mehriban xanım çox ağıllı xanım. Səviyyəli insanlar. Mehriban xanım gördü ki, orada 10 nəfərin sözü bir-birinin boğazından keçmir. Orada danışmağın mənası yoxdur. Ona görə də çəkildi qırağa. Oturub indi özü üçün istirahətini eləyir. Getməyin. Nəvənizə həkim lazımdır, sağ olsun Zahir müəllim. Baxdır, anası evdə olanın oğlunu aparar gətirər. Ya həkimə aparıb gətirərsiniz. Amma televiziya getməyin. Sizin orada düz danışanın yeri yoxdur.
Yəni biz qıraqdan baxırıq, ən gözəlini biz görürük. Siz elə bilməyin biz arxada olan görmürük, görürük. Bizim də orada işləyən tanışlarımız var, oraya gedən tanışlarımız var. Hamısını bilirik. Yəni o sözləri sizə niyə deyirlər, nəyə görə elə deyirlər, biz bilirik hamısını. Ona görə də lazım deyil. Heç getməyin də, əsəblərinizi pozmayın da. Gündə 2 dəfə, 3 dəfə açırsınız. Mən özüm işləyirəm, hər dəfə evdə olmuram. Amma evdə olan kimi Allah haqqı birinci sizin canınıza girirəm. Yəni yazıram, bir görürsünüz, qulaq asıram, yazmıram. Pis təsir elədi mənə, o qədər. Yəni bu qədər mi aşağıyıq biz? Utanmırsan mı sən yekar var? Get evində otur da, sən indi rəy verən vaxtın deyil. Get evində otur. Mən valla 60 yaşa haqlamışam. Harada səhv deyirəm, harada hələ də özümü analiz edirəm. İnanın. Harada həyatda səhv elədim, harada düz elədim. Axtarıram da onu. Esmirə xanım, siz dünənki verilişə yüzünüzə baxarsınız. Bax, belə şeylər görürüm ki, o rənginize dünənki verilişin təkrarına baxın, görün orada sizin rənginiz nə günə qalır əsəbdən. Bir de verilişin tekrarına bakın. Çünkü ben orada dönen gördüm ki siz tamam değişti. Sizin renginiz tamam değişti əsəbdən. Ay bacı düz deyirəm axı. Ay bacı düz deyirəm. Bir gündə vurar ürəyinizə. Nazirliyə deyim ki, ay qardaş mən bunu deyirəm, yalan deyirəm, səhv deyirəm. Ay sizə qurban olma, bu nədir? Bu nə biabırçılıqdır? Bunlar burada otururlar, ağızlarını ayırıb başlayırlar bizi daşqalaq eləməyə. Günahsız insan oturmuşdum da yerimdə. Bu niyə mən o sözü deyir? Bu bizimlə sən sözü. Mesela ben size diyebilirim, canım sen bizimlesən. Mesela sen bu el arasında işlenen bir kelimedir, sözdür. Senin neyve vardır? Bizimlesən yazmışam, qotur yazmışam oraya, yalan yazmışam oraya, ne yazmışam oraya? Sen kimsen? Ben pulumu ödəyirəm, nədir onlardır sən dinən? Wi-Fi'ya 25 manat pulunuzu ödəyirik. Ədəb Erkan'la da oturmuşam. Hele bir dəfə heç kəs diyebilmez ki bu Esmirə xanım çay içip burada. Allah'ın suyunu içimden izleyicimin karşısında olmak. O birisi deyir ki özüne yığır. Talip deyir. Özüne deyir yok. Takip yığır. Ay Talip bak takibi mən yığmıram. Mənə takip gəlir. Mən yığmıram. Başa düşdün? Onu bil. Senin səhifəyə baxıram 178 nəfər takipçim var. Mən takibi yığmıram. Takipçilər özləri gəlirlər. Mən nə vaxt demişəm ki takip atın dostlar mənə. Elə sözü deyirəm mən. Orada təhsil yazmamışsınız ki, çoxsu yazır da. Çoxsu yazır ki, falan kəs... Sən niyə cəmaatı mənim üstümə yükləyirsən? Siz o yalan yanlış sözlərinizlə, cəmaata yalan yanlış sözlərinizlə cəmaatın gözündən çalırsınız axı insanları. Ayıb deyil mi? Sən nə ekspertsən, yaşlı adamsan, gəldinən ki Esmirə xanım düz deyir. Gör ikinci dəfə o hərəkəti eləyərlər, onlar eləməz. Əslində mən gözləyirdim. Yəni deməli sən düz istiqamət ver gənclərə. Sən səhv istiqamət verirsən. Bəli. Əslində mən gözləyirdim. Mənə deyir ki, gözüm mənim ay bacı, paxıl kimə deyirlər? Ay xanım, paxıl kimə deyirlər? Paxıl o adama deyirlər. Siz o oğlana veriləsə qızımız yox. O qıza azı oğlunuz. Mənim 100 dənə keçəl qızım evdə olsa, keçəl qızım olsa, milyon dəfə elçi gəlsələr qapıma, mən vermərəm. Mən qələt eləyərəm. Bir dəfə çünki ağzım yanıb. Bəli, düzdür. Yo, o qismətdir, heç kəs bilmir hesabı başına gələcək. Valla, o qismətlə bağlı olan bir şeydir. Alınmır da. Gedib boşanmaq ayıb şey deyir ki, vurub öldürməkdənsə, nə sormaqdansa elə haray bəri başdan ayrılmaq ondan yaxşıdır. O nə demək ki, o da Allahın talihidir. Gedib yarmaq da Allahın talihidir. Hamı yarmaz, hamı boşanmaz. Nə olsun ki, qismətdir də o. Boşanıb da. İndi boşanmayan var, yenə deyirəm. Bir ayda 80 dənə nikah olursa elə 10 il 50'si boşanır. Artıq bu adiləşib cəmaatın gözündə. Belə də ki, Esmirə xanım, siz ya getməyin, ya da ümumiyyətlə orada danışmayın. Axırını gözləyin. Ay bacı, danışdırırlar axı da. Ay xanım, siz birini bilirsiniz, birini yox. Biz başımızdan danışa bilmərik ki orada. Orada heç kəs öz başından danışa bilməz. Danışmalısan, düzdür. Və danışında belə əsəb verirlər də sizə. Onda da belə eləyirlər. Onda da gələk vecinizi almayasınız. Söz desinlər, oturun baxın, heç vecinizi də almayın. Niyə ağlayırsınız ki? Ağlamayın. Mən onu anlayan deyiləm. Baxın, mən o adam deyiləm, mən hər şeyi boş verim. Mən bir şey olanda özümə fikir eləyirəm, bərd eləyirəm.
Deyirəm, niyə belə dedilər? Qolum qardaşımdan utanıram. Düşmənlərimdən utanıram. Özə çünki mən olan kimi sıxdıq adam deyirəm axı. Ne bileyim vallahi adam bilmir ne desin ki. Çok pisim, o kadar pis oldum ki. O kadar Bəli, pis dünən oldum bəli. ki. Dünən mən Ay də bala, sizə bu demişdim. ekspertlere bunlara bir yiyeleri yoktu. Benim başım çıkmıyor. Yiye yoktu. Bunların yiyesi yoktu. Hatta dünən mən Tamam, Zaur ben danışalım bilirsin. səhifəsinə girib fikirlərimi yazdım. Mən yazdım ki, Esmira xanım haqlıdır Zaur bəy. Çox haqlıdır. Hətta öz fikirlərimdə yazdım ki, bax buna görə haqlıdır. Siz onu nağ yer üstünə düşürlər oradakilər. Mən yazdım. Mən Zaur Günayevi səhifəsinə sıraz yazdım. Allah haqqı yazdım ki, Esmira xanım haqlıdır. Çünki elə ondan 2-3 dəqiqə qabaq elə orada o oğlan özü dedi ki, nişanın yox, toyun yox. Sən qızın evində, qızın əlin yerində gəzirsən. Sonra da sizə deyir. Bəs indi sən 5 dəqiqə bundan qabaq özün dedin axı. Ay Yok, oğlum, özün dedin. bütün sayfelerde bunları müzakere edirlər. Bütün sayfada ictimaiyyətləşmişdi də. Deməli, mən o efirə çıxmışamsa, istəyib çıxıram. Yaxşımdan, pisimlə. Dözməliyəm də buna, düzdür, dözməliyəm. Bütün səhifələr deyir ki, Esmira xanımın deyir səhifəsi deyir, bizimlə sən olub. Ay sən çox sevin ki, hələ mən danışım, söyüş səhifəsi olsa, pis səhifə olsa mən səhifəm, yanmaram da deyərəm ki, yaxşı eləyirəm. Bütün TikTok sizlərdən danışır, söyüşün biri bir qəpik, mən neynirəm ki, burada bizimlə səndən hər zaman deyir, hörmətim var, çox istəyirəm onları, hər zaman arxalarındayam. Bir-iki dəfə düzdüyündə əsəblənmişəm, demişəm ki, məsələn, sənəd verilmədi, nə bilim nə, uşağında hissənmişdim Zarina söhbətində, yadınıza gəlir də. Bəli. Yenə də dedim, mən Zaur müəllimə xatırlayım, yerimdə oturdum. Başa düşdünüz, mən onu çox istəyirəm. Mən Baxşaliyevi yenə də, ona 100 il qala getməsəm də, mən yenə də deyərəm ki, bəli, çörək yemişəm, başa düşürsünüz, çörək. Bir günlərim mən oradan çıxıb gələndə, bir dənə Ağlamayın, siz Allah ağlamayın. Söhbət eləyin, niyə ağlayırsınız ki? yox, Çox ürəyinizə salın. bir dənə cipsi uşağıma oradan alıp gəlirəmsə, uşaq üstümə qaçanda dəniz üstümə nələ gəldin, mənə cipsi almışsan deyirəm, ha qızım, uzaq gəlirəmsə, 100 dəfə mən o kişiyə sağ ol deyirəm. Bəli, Milyon Vəslə xanım deyir məni qoş. Allah balalarını sağlasın, inanın. Vəslə xanım yazır ki, məni qoşun. Ağlamayın, siz Allah ağlamayın. Mən sən neynəmişəm? Yox, çöldə məndən öpüşür, görüşür. İçəri girir, ay baba, ayrı adam olur. O talehin özü çöldə məndən öpüşür, görüşür, nə bilim, öpüşmür əslində, qələt elədim. Yəni görüşür, Söz gəlişidir. salamlaşır. Necəsiz deyir, gülür üzümə, ay qardaş, girirəm içəri başlayırlar daşqalaq eləmə. Çünki bayaq özünüz dediniz ki, danışmaya bilmərik. Bax, onlar da danışmaya bilməz. Baxımlı olsun deyə nəsə deməlidirlər də. Bayaq özünüz dediniz ki, danışmaya Yox, bilmərik. müəllim orada deyir ki, Esmira paxıldı, əl qaldırsın, gülmək tutdu. O zarafat idi. O show idi, o zarafat idi. Müəllim bilir ki, müəllim ağıllı adamdır. Ağıllı adamlar bilir ki, Esmira paxıllığı çulsuz adama nə paxıllıq eləyəcəm? Çulu yox çünki, inciməsin məndən. Çulsuz adama paxıllıq eləyərlər. Soruşuram, nəyinə? Məndən artıq giyimləri yox, keçimləri yox, vidləri yox, fasonları yox, pulları yox, məsələn, ev eşikləri yox. Ay bacı, paxıl kimə deyirlər? Qızımı verəsiyəm, yoxsa özüm gedəsiyəm. Yəni, gör nə qədər savadsızdılar ki, bəzi ekspert paxıl sözünün mənasını bilmirlər. Müəllim orada Allah haqqı, mən ondan o sözə görə incimirəm. Baxşaliyevin bilirsiniz ki, zarafatçıl sözləri var. Çox zarafatçıl. O zarafatları, mən də gülürəm o zarafatları. Bir də görsəm belə durur, belə durur. Mən çox gülürəm. O verilişin aparıcısı nə istədiyi kimi Aysa, o özü bilər, o məkan onundur. Amma siz də mənim kimi ay ekspertlər, burada qonaqsınız. Sabah səhər mənim sizi çağırmasa, siz ona gəlməyəcəksiniz. At yolu, mən də elə fikirləşirəm, çünki görürük. Müəllim onları çağırmasa sabah gəlməyəcəklər. Sizə də yaşınıza, başınıza evdə oturmayasınız deyə o çağırır, bu çağırır, gəlin orada oturun. Mənim özümə də düzgün məsləhət ver. Kənarda dinən ayəsin, evləndirmək kimi istəyirsənsə Allah xoşbaxt eləsin. Çox görmüşəm əllərini tutanları orada. İşte 3 ildir oradayım. Çox görmüşəm. Mən də onu deməyəcəyim də, bayaqdan mən də onu deyirəm. Yox,
birbirinizi tanıyın 5 ay 6 ay. Sonra nişan, toy yine tutun da el-ele. Mənə lazım deyil ay bacı. O nəvəsi gəlib mən onun əlindən tutmayacam. Mənə onlar maraqlı deyil. Sizin də bizim Mənə də onlar böyük kimi maraqlı dediyimiz deyil. oldu ki. Mənə sana maraqlı özünüz deyil. Sənə alın, qalıb. çıxartmayın. Əlbəttə mənə qalmayıb. Mənə qalmayıb. Sənin uşaqların otursun, öyrənsin onlardan ki, bəli, böyüklərin yanında belə də eləmək olarmış. Yaxşı? Fikir vermeyin. Yazılanları oxumayın, ümumiyyətlə heç fikir vermeyin. Yox, əşif ki, mənim səhifəmdə hələ indiyə qədər pis Kim söz hansı yazan olmuyor. səviyyədədir o cürdə yazır. Kim özü necə tərbiyə görübsə, o dildə də yazır. Qoyun yazsın.